Hello everyone, herkese selam. Bugün Grade 2 Small Summative 3 yani ikinci sınıfın küçük summative qiymətləndirmə 3'ünü izah edəcəm. Gəlin birinci suala baxaq. 1. What is it? Bu nədir? Şəkildə qarğa təsvir olunub. İndi gəlin variantlara baxaq. A. Fox. Fox türkü deməkdir, ona görə bu yanlışdır. B. An eagle. Bu doğrudur çünkü an eagle kartal demektir. C. A horse. Bu yanlıştır çünkü horse at demektir. Şimdi gel bakalım ikinci soruya. What is it? Bu nedir? Şekilde at təsvir olunub. İndi gel variantlara baxaq. C variantı a dog. A dog it deməkdir. Bu yanlıştır. Şəkildəki it deyil. B. A snake. Snake de yanlıştır çünkü o ilan deməkdir. Şəkildəki atdır. A variantı ise a horse yani at. Bu doğrudur. Keçik sual 3'ə. What is it? Bu nədir? A variantı an alligator. Bu yanlıştır çünkü timsah deməkdir. B variantı an oval. Bu da yanlıştır çünkü baykuş deməkdir. C variantı a deer. Bu doğrudur çünkü maraldır. Yani şəkildəki ilə eynidir. Gəlin sual 4'ə baxaq. What is it? Bu nədir? İndi gəlin baxaq C variantına. C variantı a bear. Ayı. Ayı deyil. B variantı a cat. Pişik de deyil şəkildəki. Şəkildəki dovşandır. A variantı a rabbit yani dovşan. Bu doğrudur. Keçək 5-ci suala. Choose the domestic animals. Domestic ev heyvanı deməkdir. Məsələn, buradakı dovşan kimi, pişik kimi və s. kimi ev heyvanları. İndi baxaq. A cat. Pişik ev heyvanıdır. A bear. Ayı ev heyvanı deyil. Ayı vəhşi heyvandır. 3. A rabbit. Dovşan da ev heyvanıdır. Evdə saxlayırlar. 4. A fox. Fox tilkidir və o da vəhşi heyvandır. Meşələrdə yaşayır. Sonra a snake. O da vəhşi heyvandır. Yəni buradakı cavabımız 1 və 3'dür. A cat and a rabbit. Choose the wild animals. Vəhşi heyvanlar seçirik indi. A snake, bəli, ilan vəhşi heyvandır. An eagle, qartal da vəhşi heyvandır. A dog, it ev heyvandır. A horse, at da ev heyvandır. A rabbit, dovşan da ev heyvandır. Buradakı cavabımız 1, 2. Keçdik 7-ciyə. Translate the words. Sözləri tərcümə et. A horse, at deməkdir. At. An alligator, timsah deməkdir. Timsah. 8. Write true or false. Doğru veya yanlış olduğunu yazın. Birinci şəkildə türkü verilib. Türkü. It's the fox. Bu türküdür. Bu doğrudur. Yani true. Yəni ikinci şəklə baxaq. It's a deer. Şəkildə amma ilan verilib, amma deyir ki bu maraldır. Bu yanlışdır. Gəlin baxaq sonuncu şəklə. It's not a bear. Şəkildəki ayıdır. Amma burada deyir ki not. Not deyil, yəni inkardır. Bu ayı değil. Ona göre bu false'dur çünkü o ayıdır. 9. Write the missing letters. Bırakılmış harfleri yazın. Burada birinci de O olacak. Fox yani türkü. İkinci de A olacak. İkinci de A olacak. Rabbit yani dovşan. Üçüncüde de A olacak yani inan. Snake. Write the words with A or N correctly. Sözlərin qabağına düzgüncə
A artikılı veya N artikılını yazacağıq. A samitlə olanlar da olur. Samitlə tələffüzdə. N isə tələffüzdə saitlə olanlar da olur. Sait. Ona görə gəlin baxaq. A snake çünki samitdir S hərfi. An eagle burada N olmalıdır çünki saitlədir. Dovşanda da E olacaq çünki R samitdir. Sonucunda da O sait olduğu için N olacaq. An owl. Okay, see you later. Gələn dəfədə görüşərik.